İsrail və Amerika Birləşmiş Ştatları arasındakı ziddiyyətlər təkcə yaxın şərqdəki qarşıdurmalar deyil, iqtisadi əlaqələrin zəifləməsi fonunda da özünü göstərə bilər. Söhbət İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun maliyyə yardımından imtina etmək niyyətini dilə gətirməsindən gedir. Hökumət başçısı bu fikrini öz iqtisadiyyatlarının yetəri qədər böyük olması ilə əsaslandırıb. Ancaq ekspertlər İsrailə hərbi yardımların dayandırılması barəsində Amerikada gedən müzakirələrə əsas gətirərək qərarı xüsusən buna qarşı siyasi mesaj kimi qiymətləndirirlər. Bununsa ümumilikdə hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlara təsir göstərə biləcəyi deyilir. İsrail-İran savaşından sonra Amerika'nın barış yanlısı görüşmeleri Netanyahu bir nebze sınıfta bırakmış oldu. Özellikle İsrail yardımlarını ve bu İsrail'e gelen yardımların kesilmesini gündeme getirdi. Bu savunma sanayinin etkileri evet etkiler, olduğu etkiler. Çünkü Amerika her ne kadar Netanyahu yardımları küçük gösterse de çok ciddi şekilde mali yardım yapmakta. Amerikanın maliyyə yardımından mərhələli imtina təkcə iqtisadi müstəqillik və Vaşinqtona siyasi mesaj deyil, habelə gələcək siyasi risklərin hesablanması kimi qiymətləndirilir. Söhbət Birləşmiş Ştatlarda hökumət dəyişikliyi olması halında bunun Təl-Əvivə qarşı potensial əks təsirlərindən gedir. Hərçənd daha tənqidi yanaşan demokrat administrasiya iqtidara gələrsə, bu maliyyə və hərbi asıllıq baxımından ciddi təzyiq alətinə çevrilə bilər. Nəticə etibarilə Netanyahunun yardımdan imtinasını bu prosesi hazırlıq kimi qiymətləndirmək mümkündür. Eyni zamanda İranla qarşıdurmanın Amerika ictimaiyyətində mənfi rəy yaratdığı deyilir ki, gələcək prezidentin bu amili dəyərləndirməyə məcbur qalacağı da istisna olunmur. Əslində Donald Trump'ın İranla memorandum məsələsində Təl-Əvivin mövqeyini nəzərə almaqdan çəkinməsi də bu ehtimalı gücləndirib. Dövlətlərin xarici siyasət kursu üst-üstə düşmür, xüsusilə Yaxın Şərq və İran, Livanla bağlı məsələlərdə. Və belə olan halda əlbəttə ki, İsrailin ABŞ-dan asıllığı, ABŞ-ın diktəsinə bu və digər formada boyun əyməyi tələb edir. O baxımdan Netanyahu bu qərarı verməklə həm də siyasi baxımdan Vaşinqtondan görünür ki, uzaqlaşmağı hədəfləyir. Fikir ayrılıqlarını dərinləşdirən daha bir amil isə Amerika Birləşmiş Ştatlarında müşahidə edilən nəsil dəyişikliyi də ola bilər. PEV Araşdırma Mərkəzinin bir neçə ay əvvəlki sorğu məlumatlarına görə 50 yaşdan kiçik Amerikalıların 60%-i İsrailə müəyyən qədər mənfi yanaşır. Bununsa siyasi sferaya da təsir göstərdiyi istisna edilmir. Bundan sonra Təl-Əviv ilə Vaşinqton arasında biz münasibətlərin daha da kəskinləşəcəyini şahidi ola bilərik ki, bu da əlbəttə ki, regional geosiyasi dinamikada özünü göstərəcək. Ancaq analitiklərə görə tərəflərin vəziyyəti daha çox qəlizləşdirməmək üçün də bir sıra səbəbləri var. ABŞ-də Yəhudi diasporunun güclü olması, İsrailin isə silah və maliyyə yardımından başqa digər asılılıqlardan imtina edə bilməyəcəyi, söhbət texnologiya transferi, diplomatik müdafiə və xüsusilə Amerikanın BMT-dəki veto hüququnun Təl-Əviv üçün əhəmiyyətli olmasından gedir.